Selamun Aleyküm ve Rahmetullah. Əziz və dəyərli izləyicilərimiz, 2 günlük fasilədən sonra yenidən sizlərin xidmətində olmaq bizim üçün xoşdur, deyərdim ki, qürur vericidir və şərəfdir. Allah hər birinizdən razı qalsın, dəyərli vaxtınızı ayırmışsınız, gəlmişsiniz. Bu əzalı günlərdə iştirak edirsiniz, imkan daxilində məscidlərə gedirsiniz, Sünniyələrə, ibadət ocaqlarına, namazxanalara, ziyarətlərə. Allah Teala hər birimizin ziyarətin qəbul etsin, axır aqibətimizi inşallah xeyirli etsin. Gəlin bu niyyətə Muhammed və Ali Muhammed salavatla yad edək. Allahümme salli ala Muhammed və Ali Muhammed və accil fərəcəhəm. Allah'ın lütfi, inayəti, rızayəti, mərhəməti sayəsində neçə günlərdir, neçə müddətdir bir daha deyirəm, Allah lütf edib Əhl-i Beyt əleyhissalamın bərəkətindən ki, sizlərin xidmətində ola bilirik. İndi hər nə qədər xidmət edirik, hər nə qədər xidmətinizdə varıq, onu bir Allah bilir. Bir də siz əzizlər diqqət edirsiniz, maraq göstərirsiniz. Çox yox, yəqin ki, bir yarım saat xidmətinizdə olmağa çalışarıq. Xahişimiz, təvəqqimiz budur ki, əzizlər diqqətli olsunlar. Olsun ki, deyiləcək hansısa bir söz, hansısa bir məsələ bizim islah olmağımıza, hidayətimizə, eyni zamanda daha qərarlı olmağımıza səbəb ola bilər. Kərbəla hadisələrində dedik, çox mətləblər var, çox məsələlər var ki, orada biz dərs götürə bilərik. Biz həmişə yaxşı mənada, ağız dolusu, belə deyək də, yəni sevincli halda Kərbəla qəhrəmanlarının cəsarətindən danışmışıq. Danışmalıyıq da, vurğulamalıyıq da. Yad edirik salavatlarla, zikirlərlə, kövrələrək, bəzilərindən fərqli olaraq gülmədən, istehza eləmədən, düşünərək ağlayırıq. Amma düşmən tərəfin də hərəkətlərini gələk müzakirə edək. Görürsünüz, bir həkim bir xəstəni müalicə eləyəndə, görürsən, xəstə dünyasını dəyişər. Yəni, o müalicələr bir həddə qədər təsir qoyar, sonra dünyasını dəyişər həmin xəstə. Və sonra həkim çıxar, izahat verər ki, bu xəstə gecikmişdi. Məsələn, vaxtında müayinəyə, müalicəyə gəlmirdi. Dərmanlarını atmırdı vaxtında. Görürsünüz, evinizdə xəstəmiz varsa, evində xəstə olanlar daha yaxşı bilir ki, evdə kim xəstəyə baxırsa, görürsünüz, hətta elə dərmanlar var, saatını gecikdirmək olmaz. Hətta görürsünüz, bir şəkərli diabet xəstəsi deyil, vaxtında yeməyini yeməlidir, çayını, suyunu içməlidir. Biraz gecikən kimi bədəni əsir. İndi yayımda bizi izləyən tibb sahəsində mütəxəssis qardaş bazılarımız varsa, onlar bizi daha yaxşı başa düşərlər. Və ya təzyiq olan xəstələri var, gərək vaxtında dərman atsın ki, gecənin bir vaxt təzyiq olmasın. Deməyim nədir? Bir iddə xəstələr var ki, həkim çıxır, izahat verir, onlar haqqında məlumat verir. İndi biz də düşmən tərəfin Kərbəla hadisəsində Seyyid-i Şühədanın və onun dəstəsinin, ora gələnlərin qətlində birbaşa əli olan və dolayısı yolla
bu işə vasitə olan şəxslərin də gərək bilək ki, bunların diaqnozu nə idi? Yəni, buna səbəb olan nə idi? Mən əvvəla istəyirəm bir dənə bir hədis deyəm. Həzrəti Əmir Əl-Müminin Əli əleyhissalamdan bir hədis səsləndirəm. Hədis də budur ki, üzr istəyirəm, hədis də budur ki, Ət-təmi'u fi bithaqid-dul. Tamahkar insan zillətin əsarətindədir. Tamahkar insan zillətin əsarətindədir. Nə deməkdir bu? Tamah bir dənə xəstəlikdir ki, sənin izzətini aparar, sənin abrını aparar, sənin heysiyyətini aparar, ləyaqətini aradan aparar. Deyərdim ki, başqalarının əlində hətta oyuncağa çevrilərsən. Aleyküməssalam və rəhmətullah, müəllim, xoş gəlmişsiniz. Tamahkar insan o adamdır ki, bir şeyi əldə eləmək üçün digər şəxslərin qarşısında alçalmağa da razıdır. Yaltaqlanmağa da razıdır. Və öz boynuna o zillət kəndirini salmağa da məcbur olur. Nəticədə məqsədinə çatar. Hətta çatmaya da bilər. Məsəl üçün, Ömər ibn Səd kimi çatmadı. Çatanlar da oldu. Hətta bir rəvayətdə var idi ki, atlarının ayağının altına nal vurdular. Sonra həmin nalları fəxr olaraq evlərin üstünə vururdular. Ki, bu bir ənənə halını aldı bir çox ərazilərdə, məmləkətlərdə. Ki, görsən, indi də baxsan, bəzi evlərdə qapılarında kənd yerlərində nal vururlar. At nalın vururlar qapıya. Başqa sözlə desək, əslində sözümün canı var, ha, gələcəm mətləbə. Başqa sözlə desək, əzizlər, tamam bir dənə gizli kəndirdir. Bir dənə kəndirdir ki, o ipin ucunu verir həmin şəxsə. O şəxsə ki, sən ondan umursan, bir şey istəyirsən, sənə nəzər eləsin, sənə baxsın, səni tərifləsin və yaxud da sənə bir kömək eləsin. Xüsusən birinin işi kimləsə keçirsə, başlayır tamahkarlıq eləməyə. Öz tamahını reallaşdırmaq üçün, məqsədinə yetişmək üçün hər cürdə ona girəcək. Sözün bəlkə də kobud səslənəcək, bir heyvan kimi onun ixtiyarına verir hər şeyini. Bir heyvan kimi. Hətta onu qışqırsa da, onu təhqir belə etsə, bir söz demir. Niyə? Çünki o qədər tamahının qurbanına çevrilib, artıq istismar olunur. Yəni, səndən istifadə edirlər artıq. Sən bir oyuncaq kimi. Hara desə ora sürürlər, hara getsə ora gedir. Ora hoppan, bura hoppan. Yəni, əlində bir oyuncaq. İstifadə edir. Müddəti bitən kimi səni atır çölə. Belə adamlar bəlkə də görmüşsünüz cəmiyyətdə. İstifadə olunur. İstifadə müddəti bitəndən sonra heç cəmiyyətə bir qəpik də hörmət olunur. Yaşlı vaxtında, qoca vaxtında da heç kim ona hörmət eləmir. Heç kim ona hörmət eləmir. Hətta görürsən ki, kimsə ona hörmət eləməyəndə də özünü bir ağsaqqal kimi göstərməyə çalışır. Böyük kimi göstərməyə çalışır. Hanki bu adamın keçmişindən heç kimin xəbəri yoxdur. Bu tamahkarlığı biz Kərbəla hadisələrinə, tarixi
kontekstdən də baxa bilərik. Tarixi kontekstdən də baxa bilərik. Bir dənə söz deyim sizə. Bayaq da bunu paylaşmışam. İstəyən olsa baxar. Siz, biz elə bilirik ki, Kərbəla hadisəsində o qatillər ki, qətl törətdilər, qatil oldular. Elə bilirik ki, onlar hamısının imamdan xoşu gəlmirdi. Yox. Elə bilməyin ki, imama nifrət etdikləri üçün Kərbəlaya gəlmişdilər. Yox. Elə bilməyin ki, imamı istəmirdilər. Yox. Elə bilməyin ki, imamın vilayətini qəbul etmirdilər. Yox. Heç nə. Heç nə. Bir dənə misal deyim sizə. Baxın, Küfə küçələrində Həzrəti İmam Zeynəl Abidin əleyhissalam, xanım Zeynəb salamullah aleyhə ki, xütbə eləyirdi. O vaxt xütbə eləyən zaman hətta qatillərin içində hönkür-hönkür ağlayanlar var idi. Bəlkə də bu tarixin ən böyük paradoksu idi. İmamı qətl eləyənlər, imamın başını kəsənlər, imamın ailəsinə zülm eləyənlər başladılar hönkür-hönkür ağlamağa. Tarixdə bu var. Hətta kino rejissorları həmin səhnəni filmə çəkiblər. Həmin hadisəni çəkiblər filmə. Yaxşı, nədir da bu? Bu ən qəribə paradoksdur. Həm adamı öldürürsən, həm də ağlayırsan hönkür-hönkür. Üzr istəyirəm. Buna səbəb nə idi sizcə? Necə oldu ki, imamı qətlə yetirənlər xanımın xütbəsində ağladılar, hönkür-hönkür ağladılar? Bunun bir dənə cavabı var, bir dənə cavabı var. O da budur ki, tamah və qorxu. Biri pul qoparmaq üçün gəlmişdi ora. Biri mal-mülk qazanmaq üçün gəlmişdi. Biri bir məqam əldə etmək üçün, bir vəzifə əldə etmək üçün gəlmişdi. Hərəsinə müəyyən vədlər verilmişdi. Müəyyən vədlər verilmişdi. Gələrsiniz orada və sizə bu işlər tapşırılacaq, siz bu işləri görəcəksiniz. Və o tamah, o pul qazanmaq, üzr istəyirəm ifadəmə görə Azərbaycanlıların dilində belə bir şey özünü gözə soxmaq deyirlər. Özünü göstərmək istəyi, o tamah, o qarın davası, o mülk davası, bir bacı 5-10 manat qazanmaq gəldi imamı qətlə yetirməyə səbəb oldu. Səbəb oldu. Çox qəribə bir şeydir. Eyni zamanda can qorxusu. Eyni zamanda can qorxusu. Burada olanların ən az sənin qədər Vüqar qardaş, şəhidləri ağlayırlar, narahat olun, rəhmət diləyirlər. Ən az sənin qədər. Və çoxun demirəm, narahat olun. Sən bizə görə, əziz qardaşım, narahat olma, qurban olma. Yaxşı. Sən bir ağlayırsan, biz 5 ağlayırıq, narahat olma. Qorxu və tamah gəldi, səbəb oldu ki, onlar imamı qətlə yetirdilər. İmamı qətlə yetirdilər. Bütün bu hadisələrin, bu qatillərin əksəriyyətinin məhz tamah üzündən orada olması bu hadisələrə səbəb oldu. Ona görə deyirlər, Aşura hadisəsinin sosial-psixoloji analizinin düz mərkəzidir. Aşura hadisələri sosial-psixoloji analizin düz mərkəzindədir. Yəni, maddi ehtiyac, bir vəzifə gəldi, səbəb oldu, imamı qətl etdi. Bugün də şəhadət məktəbindən
məlumatı olmayanlar öz şəhidlərimizi ağlayır deyəcək. Bax, bunlar da, bu tip adamlar da mənəvi qatillərdirlər. Bunlar da imamı öldürürlər, öz şəhidlərimizi ağlayır. Əgər bir adam başa düşmür ki, şəhadət məktəbi İslamdan gəlir, ki, bunlara sual verən lazımdır, ay bir xəbər insan. Sən hələ bilmirsən ki, şəhadət kəlməsi hardan gəlir. Sözün özü ərəb dilində sözdür. Hələ sən bunu başa düşməmsən, anlamamısan. Bu gün də müasir formada, modern formada bu adamlar da imamı qətl edəcəklər. Bu gün imam sağ olsaydı, onlar da imamı qətl edəcəklər. Heç kim ətəyini yaxı çəkib qara durmasın ki, mən orada olmamışam, şükür Allah, nə yaxşı ol, xeyr. Sən bu gün də Kərbəlanı yaşayırsan, nəfsinlə mübarizə aparırsan. Sən bu gün də ağlınla bərabər nəfsinlə mübarizə aparırsan. Apara bildinsə, sən Hüseynlisən. Apara bilməzdinsə, qarşı tərəfdəsən sən. Bugünkü Kərbəla hadisələri daha çox təfəkkür və tədəbbür, təəqqülə söykənir. Düşüncə, cəmiyyət düşüncə baxımından əziyyət çəkir. Necə ki, az öncə bir əzizimiz yazdı ki, öz şəhidlərimizi ağlayaq. Adam hələ başa düşə bilməyib ki, Azərbaycan şəhidləri elə 1-ci İmam Hüseyni ağlayırlar. O şəhid anaları 1-ci İmam Hüseyni ağlayırlar. Sən hələ ged o sualı şəhid anasına ver, gör nə deyir sənə? İslamda milliyyətçilik yoxdur. Baxa, görürsünüz, biz təfəkkür baxımından problem yaşayırıq, düşüncə baxımından çətinlik çəkirik. Bizim problemimiz budur. Hər dövrün bir Kərbəlası var, hər dövrün bir Hüseyni var, Yezidi var. Bugünkü dünyamızın bəlkə də ən böyük qlobal problemlərindən biri təfəkkür problemidir. Düşüncə problemidir. Düzgün analiz edə bilməmək problemidir. O qabiliyyət yoxdur, o fərasət yoxdur, o hünər yoxdur, cəsarət yox ki, addım atın mən düşünüm. Çünki müəyyən qayğılar və müəyyən meyillik imkan vermir sən düşünə. Baxın, əksər adamların sözünə baxın, nə deyəcək? Deyəcək ki, o qədər qayğıları var, vaxt yoxdur. Mən kitab oxumağa, dərs oxumağa, müzakirə etməyə, işdən evə, evdən işə. Sizə bu çıxış yoludur. Bu çıxış yoludur. Və nəticə etibarilə səbəb olacaq ki, baxacaqsınız ki, evdə bir nəfər namaz qılır, 5 nəfər qılmır. 2 nəfər əzan saxlayır, 5 nəfər əzan saxlamır. Düzgün düşünə bilməmək və təfəkkür edə bilməməyin nəticəsidir. Sən elə bilmə Kərbəlada yoxsan, hə, sənin işin qutardı, yox. Elə deyil, məsələ o cür deyil. İbn Ziyad Küfədə elan elədi ki, kim Hüseynə qarşı savaşa getməsə, onu dövlət büdcəsindən, Beytül malından aldığı maaş yəni azalacaq. Kim getsə maaşları artırılacaq. Nəticə nə oldu? Qısa deyirəm. İnsanlar öz haqlarından artığına tamaha qapıldılar. Sabah ruzi verəcək şəxs Allah olduğunu unutdular. Desək belə dildə, çılpaqlığa özlərini məhkum elədilər və ruzi baxımından Yezdin qapısında özlərini alçatdılar. Və İmam Hüseyin Əsələm gözəl bir söz dedi. Dedi, sizin qarınlarınız haramla, tamah və rüşvətdən dolu olduğu üçün ona görə də mənim haqq səsimi eşitmirsiniz. Yəni, bugün də bir həqiqətdən danışanda, görürsünüz, bəzi adamlar o qədər haram yiyiblər, o qədər rüşvət və tamahın qurbanına çevriliblər ki,
sənin sözünü nağıl kimi qəbul edəcəklər. Həzm edə bilmir axı. Başa düşə bilmir. Çünki səndə olan düşüncə və təfəkkür onda yoxdur. O başa düşmür. Çünki sən onun haram dırnaq arası azadlığını əlinə alırsan. O azadlıq ki, haram iş görür, ha? O haram işləri bəraət qazandırır, ha? Sənin sözlərin onun əməllərinin qabağına bir sərt çəkir. Sənin hicab bağlamağın naməhrəmin gözünü bağlayır. Ona görə o həzm edə bilmir. O sənin sinəvə baxmaq istəyir. O sənin belvə baxmaq istəyir. O sənin əzalarına baxmaq istəyir. O sənin üzürsəm ayaqlarına baxmaq istəyir. O sənin çox üzürsəm əyilib qalxanda bədən formuna baxmaq istəyir. Amma sən də onu örtürsən. O onu həzm edə bilmir. O istəyir ki, ona ki baxırlar, qoy sənə də baxsınlar. Bunun da bir sözü olsun deməyə. Mən azadam desin. Amma başa düşmür ki, açmaqla azadlıq olmur. Açmaqla sənə daraşırlar. Səni didirlər, yeyirlər. İnsan bağlanmaqla azadlıq tapır. Məsələ bu qədər çox sadədir. Bu qədər sadə primitiv məsələni anlamaq üçün bəzən çox dərinə getmək lazım deyil. Bir dəstə adamlardır bunlar. Bir dəstə mikroblardır. Bir dəstə viruslardır. Bunlar çox getmir, ha? Bunlar çox getmir. Bir həddə qədərdir, sezonlu. O zaman bu sezon mövsümü viruslardılar. O yaz payız gəldi, insan grip olur, payız gəldi, grip olur insan. Biraz zoğal mürəbbəli çay içirsən, biraz dərman çıxır gelir. Bir müddət məhərrəm ay gələndə bunlar bir dəstə parazitlər, bir dəstə viruslardır, mövsümü xəstəliklərdir. Bunlardan da zikr və dualarla, əzar, sinə vurmaqla bunları aradan aparırıq, aradan gedir. Sən sinə vurursan, sanki bulanın sinəsi ağlayır. Deyirsən, qardaş, sən niyə narahatsan, mən vururam, sən niyə narahatsan? Vallahi o sənə mənə görə narahat deyildi. O özünün o etdiyi əməllərə bəraət qazandıra bilmir, ondan narahatdır. Çünki o sənin kimi xoşbəxt deyil. Çünki onun sənin kimi Allahı yoxdur. Onun sənin kimi peyğəmbəri yoxdur. Onun sənin kimi imamı yoxdur. Onun aramlıq tapacağı bir yeri yoxdur. Bütün günü qanqaraçılıq. Baxın, adamlara baxın bir dənə statuslarına. Sanki statusa xoşbəxtlik axtarırlar bu insanlar. İmam Hüseyni sevən adam bədbəxt ola bilməz. İmam Hüseyni sevən adam bədbin ola bilməz. Baxmayın göz yaşlarına, baxmayın sinə vurmaqlara. Onun tərkibində, onun daxilində, onun batınında bir sevinç var. Bir sevinç var. Bir sevinç var. 14 əsrdir bu matəm yaşayır. Bir nəfər ölər, 1 ildən, 2 ildən sonra aradan gedir. Ən yaxşı halda bir stəkan belə suyla, ya Allah, Allah rəhmət eləsin. Bir salavat Allahın mənzəlinə. Bu cür yad olunur. 14 əsrdir yad olunur. 14 əsrdir sinə vurulur. 14 əsrdir əza saxlanılır. 14 əsrdir Quran oxunur. 14 əsrdir dünyada qeyd olunur, ictimai formada qeyd olunur və 14 əsrdir kitab yazılır, 14 əsrdir moizə olunur, 14 əsrdir xutbə olunur, 14 əsrdir ziyarət olunur, 14 əsrdir yürüyüş olunur, 14 əsrdir təhlil edilir, 14 əsrdir filmlər çəkilir, yazılar yazılır, məqalələr olur. Deməli, bu diridir da bu. Deməli, burada bir inkişaf var. Burada bir dənə inkişaf, burada bir dənə xeyir var ki, insan əl çəkə bilmir. Görürsən, bir dənə biznesmendir, illərdir bir dənə fəaliyyəti var. İllərdir adamın alma bağı var, üzüm bağı var, deyək ki, nə bilim, illərdir bir adamın benzin petrolu var, illərdir bir adamın, nə bilim, maşın rentekarı var, illərdir bir adamın bir obyektə oradan xeyir götürür. Və heç kim gəlib buna demir ki, sən bir dənə mağazan niyə, başqa işlə niyə məşğul olmursan, ay qardaş? Biz səni tanıyana və sən paltar işinə baxırsan. Heç görmüsünüz desinlər. Heç görmüsünüz bir dənə xarici bir idmançı boğazına bir dənə xaç sepi asır. Heç görmüsünüz ona desinlər ki, o nə sepdiyə boğazından asmısan? Xaç şahəsi asmısan boğazından. Heç görmüsünüz bir dənə idmançıya, bir dənə aktyora bu söz desinlər. Amma bir dənə bir müsəlman, bir dənə əhl-i beyt tərəfdarı, bir qələbənin müqabilində
boynundan bir zülfüqar qılın təsbih asırsa, Əssalamu aleykum ya Əba Əbdullah Hüseyin deyirsə, bir dəstədən bunu müzakirəyə qoyursun. Niyə? Niyə qardaş? Niyə müzakirəyə qoyursan? Get Avropaya bax da. Avropada gedib səyahət edən tarixi yerlər hamısı kilsələrdir. Avropada nə qədər gəzməli tarixi yerləri varsa, çoxsu dinlə bağlı olan yerlərdir. Deməli, sənin problemin dinləndir, sənin problemin Allahlandır, sənin problemin İmam Hüseyinləndir. Sənin problem, əgər hamısını qruplaşdırsaq, həqiqətdəndir.